Korniflilərə 2-ci məktub. 12-ci fəsil. Faydalı olmasa da öyünməliyəm. İndi Rəbdən gələn görüntülərə və vəhlərə keçirəm. Məsihdə olaraq 14 il bundan əvvəl bədəndəmi, yoxsa bədəndən xaricmi, mən bilmirəm, Allah bilir. Götürülüb göyün 3-cü qatına aparılan bir insanı tanıyıram. Bilirəm ki, bu adam bədəndəmi, yoxsa bədəndən kənarmı, mən bilmirəm, Allah bilir. Cənnətə aparılıb, orada dillə ifadə olunmayan, insanın danışması qadağan olunan sözlər eşitdim. Belə birisi ilə öyünəcəyəm. Amma özümlə əlaqədar olaraq zəifliyimdən başqa bir şeylə öyünməyəcəyəm. Öyünmək istəsəm belə ağılsız olmayacağam. Çünki həqiqəti deyəcəyəm. Amma heç kim məni görüb eşitdiyindən artıq bir şəxs saymasın deyə öyünməkdən çəkinirəm. Aldığım vəhlərin üstünlüyü ilə qürurlanmayım deyə cismim üçün bir tikan, yəni mənə əzab vermək üçün şeytanın bir elçisi göndərildi ki, qürurlanmayım. Bunun məndən uzaq olması üçün 3 dəfə Rəbbə yalvardım. Amma o mənə dedi, lütfüm sənə kifayətdir. Çünki zəiflik olanda qüvvə tam olur. Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm. Ona görə də Məsih uğrunda zəifliklərə, təqqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm. Çünki mən zəifliyəndə qüvvətlənirəm. Mən ağılsızlaşdım, çünki siz məni vadar elədiniz. Amma siz mənim barəmdə zəmanət verməliydiniz. Çünki özüm bir şey olmasam da, həmin böyük həvarilərdən heç də geri qalmıram. Həvariliyimin nişanələri aranızda əlamətlər, xariqələr və möcüzələr vasitəsilə böyük dözümlülüklə göstərildi. Mən sizə yük olmadım. Bundan başqa sizin digər cəmiyyətlərdən nə əskiyiniz var? Bu haqsızlığımı bağışlayın. Paulun qayğısı. Budur, 3-cü dəfə yanınıza gəlməyə hazıram. Sizə yük olmayacağam. Çünki sizdən heç nə istəmirəm, yalnız sizi istəyirəm. Axı övladların ata-ana üçün deyil, ata-ananın övladları üçün ehtiyat görməsi doğru sayılır. Mən də sizin həyatınız uğrunda sevinə-sevinə malımdan və canımdan keçəcəyəm. Sizi daha da çox sevsəm, daha az seviləcəyəmmi? Qoy belə olsun. Düşünürsünüz ki, mən sizə ağır yük olmadım, amma çox bilmiş olduğuma görə sizi fənd işlədərək aldatdım. Yanınıza göndərdiyim adamlardan hansı biri ilə sizi istismar elədim? Titi yanınıza gəlmək həvəsinə saldım və o biri qardaşı da onunla göndərdim. Tit mənə görə sizi istismar eləmədi, elə deyilmi? Eyni ruhda həyat sürmədiyimi, eyni izlə getmədiyimi, bu vaxta qədər qarşınızda özümüzü müdafiə elədiyimizi düşünürsünüz? Allahın qarşısında Məsihdə olaraq danışırıq. Sevimlilər, elədiyimiz hər şey sizin inkişafınız üçündür. Qorxuram ki, gəlişimdə sizi istədiyim vəziyyətdə tapmayım. Siz də istədiyinizi məndə tapmayasınız və aranızda münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, böhtan, qeybət, lovğalıq, qarışıqlıq tapam. Bu da məni qorxudur ki, yanınıza gələndə Allahım məni sizin qarşınızda aşağı tutacaq. Əvvəllər günah işlədərək batdıqları murdarlıq, əxlaqsızlıq və pozğunluqdan tövbə eləməyən bir çox adamlar üçün yas tutacağam.